Əgər insan bu aləmdə, dünya həyatında o ilahi həyat ki deyirik, insan özünü o ilahi həyata çatdırda bilsə, bu heyvani həyatdan əgər bir qədəm yuxarı gedə bilsə, bütün şəhvəti, meyli ki bu dünyayadır, bu dünyadan çəkə bilsə, bu dünyadan o dualarda təcafi halı gəlibdir, qalxmaq təcafi halı o namazda ki, məsələn, iqtida eləyən ikinci rükətə çatır, piş namazın ikinci rükətidir, sənin birinci rükətində o qalxır, yarım qalxmaq vəziyyətdə ki, gözləyirsən piş namaz, təşəhhüdü desin, qalxsın üçüncü rükətə, ta sən də onlarla bu hala təcafi halı deyirlər. Buyurublar, o gecə namazın səcdə surəsində də var, tətəcafa cunubuhum. Yerdən böyürlərini qaldırarlar ki, gecə namazı qılmağa. Əgər insan dünyadan təcafi halı tapa bilsə, yəni dünyadan qalxa bilsə, dünyadan qiyam eləyə bilsə, üzü mələkuta tərəf, öz insani yolunu seyr eləsə, öz kamal yolunu seyr eləsə, onun əsəri var dünya həyatında. İnsanın bərzəx gözü açılır. İnsanın bərzəx qulaq açılır. İnsanın o ilahi behişt iyləri var ki, bəzilərinə dünyada onu dadızdırırlar. Dünyada onu dadızdırırlar. O mərhum Şeyx Murtaza Hayri, Şeyx Əbdülkərim Hayri ağanın oğlu da Hövzənin binasını qoyan, Qum mövzəsinin, onun oğlu da böyük alimlərdən olubdur, Şeyx Murtaza Hayri. O bir dəfə Cəmkəranda deyir, mən bir qeyri-adi hal baş verdi, bir əcib bir iyi hiss elədim. Sanki duydum ki, bu İmam Zaman Əcəlallah Teala Fərəcəşin iyisi idi. Bəzən iyisi adamın, İmam Zaman iyisini verərlər adamı. Çox əcib bir iyi. Yəni bu maddi aləmdə gördüyümüz, nə bilim, bu ətirlər, atikolanlar bu iyiden deyil. İnsan onu özü dərk eləyir. Bir adama ki onu verirlər, o adam özü dərk eləyir. Bu mələkuti bir iyidir. Ondan sonra deyir, gəldim bu Məscid İmam Həsən Əskəri ki var, İmam Həsən Əskəri İslam göstərişindən tikilibdir. Ondan üzbəyiz qədim orada bir əttarı var da, bu əttarlıq eləyən. Yəni bu təbii bitkilər falan ki satırlar. Onu dəva dərman ünvanında ki onu cəmaət alır, istifadə eləyir. Deyir, orada bir əttarın qabağına keçdim. Oradan o Cəmkəranda duyduğum iyini orada duydum. Mən deyir, o mağazinin sahibindən soruşdum ki, deyir, məgər İmam Zaman bura gəlir? Deyir, belə baxdı, biraz narahat oldu, dedi, bəzi vaxtlar gəlir. Bəzi vaxtlar İmam Zamanın xas adamları var, onlar gələr. Sən narahat oldu ki, bu hardan başa düşdün? Deyir, o iyini ki, mən Cəmkəranda hiss eləmişdim, orada hiss eləməklə mən başa düşdüm. Burada gəlir. Sözümün canı budur ki, insanın bu maddi aləmdən ki, insan çıxdı, insanın o mələkuti tərəfi ki var, qeyri-maddi tərəfi, ruhunda o qüdrət yaranır. Bu cisimsiz də insan müşahidələr eləyir. Necə ki, ilahi yuxularda cisim bir tərəfdədir, amma insanın ruhu bəzi şeyləri müşahidə eləyir. Diqqət edirsiniz. Allah Teala bizi o həyata dəvət eləyir. İlahi həyat yəni bu. Nəinki elə digərləri kimi biz elə yeyib-içib yatmaq, fəqət namaz da qılırsan, deyirsən axirətdə öləndən sonra bizə məsələn savab verəcək. Yox, insan ilahi həyatı burada dada bilər. Həyat-ı təyyibəni burada dada bilər.